Salam dostlar, dilbəndi haqda mübahisələr və müzakirələr davam edir. Çox da gözəl, yəni bu davam əlbəttə bir metod kimi istidlalların güclənməsi və fərqli alanlara baxmaq zaviyəsindən əhəmiyyətlidir. Heç də mühüm deyil uzanması. Yaxşıdır ki, taza istidlallar meydana gəlsin. Ona görə mən bu rabitədə iki dənə mövzu deyilir. İki dənə mövzuya toxunmaq istəyirəm. Ən önəmli mövzu ki, burada yeni dostların tərəfindən də nəql olunur. Bu ki, biz parlamana gələndən sonra parlaman sərasəri İran dövlət parlamanına gələndən sonra orada türk dilinin ölkə boyu rəsmi dil olmasını orada önəri veririk, layihə gətiririk məclisə. Məsələn, homoseksuallər istəyirlər bir ölkədə gəlsin qanuna, qanun keçsinlər ki, onlara haqq versinlər. Homoseksual kimi yaşasınlar, qanun yazılsın onların haqqını. Onlar ki, bir hizb gəlsin, bir layihə versin. Yəni, toplumda bəhs olmadan, mübahisə olmadan, onların haqlarından danışmadan, uzun-uzun mətbuatda, mediada danışmadan, onlar gəlib özlərini təqdim eləmədən, o birisi fərqli orqanlarla, dövlətlərlə, hizblərlə danışmadan, mətbuatda yazmadan, uzun boyu təbliğat aparmadan eləyə bilər bir qanun gəlsin məclisə. Bizim hizbimiz gəlsin desin, tamam, biz indi istəyirik homoseksualların haqqı rəyi dansın. Deyirlər, biz bu mövzu tanımırıq, toplum tanımır. Ehtiyac yoxdur bu bəhsə. Heç kəs bu bəhsdən söhbət eləmir bu mövzunu. Meydana atmayıb bu mövzudan danışılmayıb əslən. Bugün Avropada biz yaşayırıq. Hər bir qanun ki, istəyir təsvib olsun bir məclisdə, bir layihə gəlsin məclisə. Onun haqqında bəzi qanunda qalıb qanunun əhəmiyyətini. Daha əhəmiyyətli olsa daha uzun zaman. Bəzi qanunlara 3 il vaxt sərf olar, məclisə gəlsin. Bəzi qanunlara 5 il vaxt sərf olar, bəzi qanunlara 10 il vaxt sərf olar. Bəzi qanunlara 20 il vaxt qoyular, ta mediada mətrəh olsun, toplumda mətrəh olsun və o niyaz gəlsin, hizbin proqramına orada gəlsin, mətrəh eləsin və yəni bir bəhsi ölkə boyu bir rəsmi dili bizi eləyə bilərik, gözləyək, bir söz deməyək. Məclisin mərkəzi açılansın ki, də orada deyək layihə, biz indi istəyirik rəsmi olsun. Belə bir şey ola bilər. Yəni, əgər biz o iş görsək, yəni o zamandan ki, biz o layihə aparırıq, mümkün də 10 il, 15 il, 20 il vaxt sərf olar ki, gedək topluma müntəqil eləyək. Belə bir ehtiyac var. Yəni, bu fikrin yanlışlığı buradadır ki, güya biz, məsələn, məclis öz-özünə orada xalqı sahib bir şeyi təsvib elər. Toplumdan bir fişar, bir istək, bir mütalibə meydanda olmasa, yəni geniş də olmasa o mütalibə, məclisdə qanun keçməzdir ona. Bir mövzunu, əlal xüsus bu cür bir mövzunu ki, istəyir ölkə boyu rəsmi dil bir dənə artırsın topluma. Yəni, o məclis qurulanın gedəcək, orada deyəcək ki, biz istəyirik bu dil sərasəri ya rəsmi olsun məsələn. Onda sıfırdayıq biz orada. Dünyanın harasında sıfır yerdə olanda qanun təsvib olar. Qanun o zaman təsvib olar ki, toplumda tələb olsun filan olsun. Ona görə biz bu günlə mətrəh eləməyimiz, biz bunu toplumsallaşdırırıq. Yəni deyirik ki, bizim cəmimizdə belə bir şey olsun, deyilsin və bir dənə birinci dəfə olaraq Azərbaycanda bir dənə bir quruh bunu mətrəh eləyibdir. Bu da tarix düzəltmədir. Dil haqqını biz indidən mətrəh eləsək, yəni iftirazat var. Kim iftira vuracaq? Nəyə iftira vuracaqlar? Təcrid tələb iftirası vuracaqlar ki, biz rəsmi dil təklif edirik türk dilini. Nə iftirası? Bu tazə bəhs olubdur. Mən bunu yazmışdım. Bir iki dənə məqalədə İran Qulubal mənim yazılarımın üstündə Mehdad Dərviş buna müsahibə aparmış ki, iki dil mövzusu mətrəhdir. Sən nə deyirsən buna? O rədd eləyənməmişdir. Bunlar heç rədd eləyə bilməzlər bu mövzunu. Bunlar başqa dillərin rəsmi olmasını rədd eləmirlər ki, fasları deməzsə yox olmasın deyə olsa problem olar. Ona görə gərək toplumda icma yaran ona. Yəni təbliğ olar. Biz bu yaşaqda bir şey ki, istəyirik deyək ki, sərasəri rəsmi deyil. Turaq gözləyək məsələn. Deyək yox, fərqli Azərbaycanda yetərli rəsmi olsun dizimiz filan. Amma parlament açılan sonra girək parlamentə o da deyək ki, biz istəyirik. Onda deyək tamam istəyin siz. Amma başlayın. Buyurun gedək bu İran toplumunda belə bir şey qəbul olacaq yox. İndi başlayacaq 10-15 il təbliğ eləməyə ki, belə bir şey olsun. Ona görə bunun vaxtı qanun keçməli olsun. Hüquqi cəhətdən bir Avropa məclislərində görün bir daha qanun keçəndə nə edərlər? Başlarlar bir yerdən təbliğ edərlər. Və bu bir daha kültürel mütalibədir. Dil haqqıdır. Bu bir daha çox normal, bir daha təbii haqqdır. Biz toplumun 30-40% 30-40% mütalibə eləməliyik. Hər kimi danışır buyurun, baxın Ərəbma 16% Kürd dili nəzər oldu sərasəri idi və ya rəsmi dil oldu. Belə normal bir şeydir. Əfqanistanda bu cürsüdür. Əfqanistanda da 2 dənə rəsmi ölkə boyu dil var. Yəni bu olunmuşdu da yəni. Türk toplumunda İranda bunu biz proqramımıza qoysaq, məncə sempati qazanarıq. Mərkəzdə yaşayan, Tehranda yaşayan və Fars bölgələrində yaşayan türklərin yanında
sempati qazanar bu. Buna məncə sempatdan sonra başqa bir şey olmaz. Yəni farsların çox sağları, mərkəz, səltənətçilər, paniryanistlər filan buna etiraz edir ki, onu elə bizim həyatımıza da etiraz edirlər, elə qalsın bizim dil haqqımıza. Bunu dedim, o mühümdür. Bu istidlal ki, parlament, bu dərk biz yapıraq parlamenta deyə parlament başlasın desin, hə, siz gətirmisiniz, bugün təsvib edək. İş lazımdır, görmək lazımdır, təbliğ lazımdır, tərvic lazımdır və tərvic əsasında mütalibə düzələr, mütalibənin əsasında qanun keçər. Mən ona görə deyirəm ki, bunu indidən istəməliyik. İkinci istidlal istəyirəm gətirim bu istimar daxiliyyə ki, Simin xanım deyib fars dilini, Fransa dili Əlcəzairdə, İngilis dili Hindistanda və fars dilini İranda mən gətirmişəm onu yanlış bilir. Biz istimarı içindəyik da. Yəni istimarı yoxdur İranda. Bu istimarı daxil deyik də. Fars dili bizim dilimizin qatili deyir. İranda niyə fars deyirəm iliyə sümüyə işləyib? Səndən mənim söhbətimi eləmirik ki. 50 milyon adamdan danışırıq ki, yəni bir epsilon icazəsi yoxdur ana dilinə istifadə eləsin və yazsın oxusun. Tamam, fars dili oxuyub ilini işləyib də sən necə Təbrizdə danışanda dilinin yarısı farslıdır da. Farslaşır. İndi başlayıb Təbrizin məhəllələrində fars danışırlar. Bunun bu vaqiətdir da bunu. Ona görə bu iliyə sümüyə nə mənadır? Mən orada sən danışımda demişəm ki, biz təəssüflə bir dənə geriyə qalmış ölkədə müstəmrəyə daxil olmuşuq. Onlar da Əlcəzairlə Hindistanda istimarı xarici olub. Mən desəm fars dili naqisdir, o dilin istimarı dilli olmasını nəf eləməz. Dünyada mətrəhdir deyir. Tamam. Mən deyirəm ki, indi baxın, dünyada nə qədər adam Fransa danışır? Deyək 80 milyon dünyada Fransa danışırlar. Nə qədər ingilis danışırlar? Dünyanın hər yerində. Elmi dili tamam dünyanın dilində. Bir nəvə deyirlər Əlcəzairli. Sən əqli səlimlə də görüm. Sən ingilis dili rəsmi dil olsaydı bu ölkədə yaxşı idi, uyğun idi, münasib idi ki, dünya ilə əlaqə qurasan, ya Fransa dili. Əqli səlim cəzadı ingilis dilidir. Çünki ingilis dilinin tərvizi var, ingilis dili elmi dildir. İngilis dilini dünyada danışılır onunla. Yaxşı, ingilis dili ikinci dilləri tamam dünyada da, İranda da ikinci dildir, Türkiyədə ikinci dildir, hər yerdə ikinci dildən azı ki, ölkəsində danışılsın. Fransa dili yox amma Əlcəzairlər Fransalı danışırlar. Niyə? Çünki istimarı Fransa idilər. Çünki bu dili yedirdiblər onlara. İndi də o dili olub olan dili. Fransa qabil müqayisədir ingilis ilə bir vüsət istifadədə elədir ya. Hətta elmi danışı teknolojidədir ya. Qabil müqayisədə eləsən. Amma onlar neyiblə Fransaya qabil. Niyə? Çünki müstəmrə edilir orada. Yəni yedilir bu orara. Hindistan şans yatıb ki, ingilislər yediblər. Falan dili, ingilis dili dünyada istifadə olur. Tamam, onlar da istifadə ediblər orada. Beynəlmiləli dil deyil Fransa. Bugün ingilisin müqabilində yəni bir şey deyir. Soğuşdan bir dənə əqli səlimlə Əlcəzairli deyəcək ingilis olsaydı daha yaxşı idi. Bizim şanssızlığımız fars müstəmrə dil olubdu. Biz indi nə edirik? İçəridə fars istimar edilir, rəqib qoyuruq ora. İnhisarın əlindən almaq istəyirik bərnamədə. Onu əfkar ümumi yaratmaq istəyirik. Bunu fars dilinə adını naqis qoymanın kimi işlərlə olmaz. Proqram lazımdır. O var, işlənəcək də. Dostumuz deyir ki, geçici kimi istifadə eləyək, sonra ki dilimizi öyrəşdirək, eləxdiyat da sən istəmirik. Bu rahatlıq da deyil. O da yəni hər halda İranda bir fars dili 30-40% cəmiyyətin içində orada istifadə olur orada. Sən onu həzf eləyəməzsən. Orada olacaq. Sən həzfçiysən orada. Biz İranı federalda eləyə bilərik fars həzf eləyək. Sən o həzf eləyəməzsən, sən özünü qoya bilərsən ora. Çünki o var orada, onu həzf eləyəməzsən. Bir dənə federal ölkədə kompromis lazım. Deyəcək, tamam, biz də varıq, sən ki var idin. Biz istəyirik orada olaq. Bizə öz yerimizi açmağımız lazımdır. Nəinki o birisini həzf eləyək. Əsasən özümüzü mətrəh eləməklə, qoymaqla o inhisarı onun əlindən alırıq. Bölürük. O da ona qəbul edər üçün o da var. Bunun lazımdır ki, kompromis olsun ölkədə dövlətin dili olar. Məcbur dili olsun. Ona görə biz ona rəqib dil orada qoyuruq və bu gündən ona təbliğ edirik. İstimar dilin inhisarını əlindən alırıq. Fikir qoyuruq ortaya. O fikir təbliğ eləməyimiz lazımdır. Cəmi təbliğ eləməyimiz lazımdır. Yoxsa fərdi olsa mən də o iş görürəm. Mənə qulaq asdığınız üçün təşəkkür edirəm.